Qəbul etməliyik ki, bu bir xəstəlikdir, bu bir ruh düşkünlüyü deyil. İnsanlar orada əylənirlər, insanlar bir həyat yaşayırlar və dolu-dolu bu həyatı yaşayırlar, amma bu həyatı mən belə bir formada yaşaya bilmirəm. İnsan əgər gülürsə, deməli depressiyada deyil. Bu ən böyük mifdir. Ki, varlı insanın nəyə ehtiyacı, hər şeyə ehtiyacı var, pulu var və s. Niyə depressiyaya girsin ki? Terapevtsiz, yəni terapiyasız, psixoloqsuz, sadəcə antidepressant qəbul etmək, bir müddətli effekt verəcək, amma digər sosial problemlər yenə də olduğu kimi qalacaq. Anlar ki, bu əksinə depressiyada olan insanı biraz daha dibə çəkmək deməkdir. Təmin xanım, salam. Salam. Bugünkü mövzumuz depressiyadır. Depressiya ilə bağlı 3 sualım belədir. Depressiya həqiqətən xəstəlikdir, yoxsa sadəcə həyatın bir mərhələsidir? Depressiya həqiqətən bir xəstəlikdir. Həyatın mərhələsi biz o zaman deyə bilərik ki, nə zaman ki biz 2-3 gün tutaq ki, bir işdən mi ayrıldıq, yoldaşlarımızla mı problem yaşadıq və ailədə mi hansısa bir ciddi bir problemlər yaşamışıq, 2-3 gün müddətində biz keyfsiz ola bilərik, əhval-ruhiyyəmiz düşük ola bilər, amma bu müddət 2-3 gün maksimum sürür. Ondan sonra biz artıq yenidən işimizə qayıdırıq, yenidən keyfimiz, əhvalımız normal vəziyyətə qayıdır. Amma depressiya belə bir şey deyil. Depressiya ən azından 2 həftə və ya daha çox müddətində aşağı əhval-ruhiyyədə olmaq, ölüm hisslərinin və ya ölüm düşüncələrinin olmağı, gələcəklə bağlı mənfi düşüncələr, yuxu rejiminin pozulması, çox yatmaq və əksinə az yatmaq kimi və ya qida rejiminin pozulması, çox yemək və ya az yemək kimi qiymətləndirə bilərik. Ona görə də bəli, depressiya bir xəstəlikdir və mütləq şəkildə müalicə olunmalıdır. Müasir dövrdə ətrafımızda daha çox hiss edirik depressiv insanlar. Bu daha çox yayılıb yoxsa daha çox danışılır bu haqda? Yəni əvvəldə var idi, sadəcə bu qədər danışılmırdı. Əvvəl də var idi təbii ki, amma mən sizdən razıyam. Bəli, indi daha çox danışılır, çünki sosial mediadır, TikTokdur, Instagramdır. Biz psixoloqlar da maarifləndirməyə çalışırıq bu baxımdan. Təbii ki, indi daha çox danışılır. Amma biz deyə bilmərik ki, əvvəl depressiya yox idi. 90-cı illərdə tutaq ki, bir misal gətirim, 180 milyon əhalidə var idisə, indi 280 milyon əhalidə var. Təbii ki, artım çoxdur. Bunun da səbəbi, əsas səbəbi sosial mediadır. Qohumlardan, yaxınlarımızdan uzaq qalmağımızdır. Daha çox belə deyim, ünsiyyəti telefon, internet üzərindən aparmağımızdır ki, bu da səbəb ola bilər və ona görə də müasir dövrdə biz depressiyadan daha çox əziyyət çəkirik deyə bilərik. Depressiya sağala bilən xəstəlikdir, yoxsa sadəcə onu yaşamağı öyrənir? Yox, sağala bilən xəstəlikdir. Biz deyə bilmərik ki, depressiya sağalmır. Sadəcə bir şey unutmamalıyıq ki, depressiya qayıda bilən bir xəstəlik ki, təəssüf ki. İlk dəfə xəstələnib bitirənlər, belə deyim, sağalandan sonra yenidən xəstələnmə riski 30% olaraq qalır. Və ikinci dəfə artıq xəstələnəndən sonra üçüncü dəfə xəstələnmə riski 60%-ə qədər artır təəssüf ki. Amma biz təbii ki, deyə bilmərik ki, sağala bilməyən bir xəstəlikdir. Bəli, vaxtında müalicə, fərqindəlik, insanın öz düşüncələrinin, öz hisslərinin, öz emosiyalarının vaxtında fərqində olub, mütəxəssisə müraciət etməsi, terapevtik və psixiatrik müalicə alması vaxtında bu məsələnin üzərində düşməkdə belə deyim, yardımcı olur və tez müalicə etməkdə də yardımcı olur. Sosial şəbəkələr depressiya yaradır ümumiyyətlə, yəni səbəb ola bilir, çox istifadəsi və s. Əslində sırf bir mənalı olaraq sosial şəbəkələr depressiya yaradır deyə bilmərik, bu bir səhv olar. Amma insandan insana dəyişir. Bəli, biraz daha zəif xarakterli insanlarda bu yarada bilər. Bu da nə ilə bağlı olan bir şeydir? Daha çox gördüyü bir şeyi özü ilə müqayisə etmək. Tutaq ki, açır TikToku, Instagramı, baxır ki, orada lüks həyat, bahalı bir həyatdır. İnsanlar gəzirlər, insanlar əylənirlər, insanlar produktiv bir həyat, yəni yaxşı bir həyat sürürlər. Amma qayıdıb özünə baxanda görür ki, nə, məndə çox boz, bulanıq bir həyatdır. Təbii ki, ona mənfi emosiyalar verəcək və mənfi emosiya mənfi düşüncə yaratdığına görə də mənfi düşüncə də depressiyaya gətirib çıxara bilər. Və burada bir FOMO effekti dediyimiz bir effekt var da, yəni mən həyatı qaçırıram effekti yaranır sosial şəbəkələrə baxdıqca ki, yəni insanlar orada əylənirlər, insanlar bir həyat yaşayırlar və dolu-dolu bu həyatı yaşayırlar, amma bu həyatı mən belə bir formada yaşaya bilmirəm. Yəni belə bir düşüncə yarada bilər. Ətrafımda olan bir çox dostlarım, xüsusən də yaradıcı işlə məşğul olanlar, onların dediyim ki, bir söz var ki, biz depressiv olmalıyıq, çünki biz yaradıcı insanlarıq. Yəni, yaradıcı insan depressiv olmalıdır. Mənə həmişə bu maraqlı gəlir. Yəni, depressiya insanı daha yaradıcı eləyir, yoxsa daha da enerjisini alır? Mən düşünürəm ki, bu bir mifdir. Depressiya insanı yaradıcı eləyir mifi və biraz da romantikləşdirirlər məsələni. Amma depressiya insanı qəti şəkildə yaradıcı eləyir deyə bilmərəm. Çünki depressiya insanı o qədər pasiv, o qədər yəni günlərlə bir insan, depressiv bir insan ki, pasientlərimi də bu dəqiqə düşündüm, mənə dedikləri sözlər üzərindən. O qədər yataqdan durmaq istəmirlər, günlərlə yataqdan çıxmayacaqlar, duş almayacaqlar, heç bir işlə məşğul ola bilmək istəmirlər. Öz yaxınlarına belə, hətta bir pasiyentim var idi, deyir ki, mən başa düşürəm ki, bu mənim övladımdır və mən başa
düşürəm ki, ona qayğı göstərməliyəm. Bir ana olaraq mən ona öhdəliklərimi yerinə yetirməliyəm, amma mən bunu eləyə bilmirəm. Emosional olaraq ona heç yaxınlaşıb bir qayğı da göstərə bilmirəm. Ona görə də mən düşünmürəm ki, depressiya insanı yaradıcı eləyir, əksinə çox passiv eləyir. Bizim ölkədə bir çox insanlar, xüsusən də yaşlı nəsil, depressiyaya hələ də tam qəbul eləmirlər deməyim. Belə maraqlı bir münasibət var depressiyaya qarşı. Biz yaşlı nəsil bunu anlamır, ya da anlamaq istəmir. Sanki onlar ümumiyyətlə yaşamayıblar bu hissi, bilmirlər nədir. Sırf bu yeni nəsildə olurmuş kimi olur. Mənim maraqlıdır, bu niyə görə belə qəbul olunur yaşlı nəsil tərəfindən? Çox təəssüf ki, hələ də psixoloqa getmək, dəli həkiminə getmək kimi qəbul olunur və əgər sənin psixoloji dəstəyə ehtiyacın varsa, yenə də sən biraz dəli damğası alırsan. Hələ də bu var. Bilmirəm nəyə görə. Ola bilər ki, daha belə məlumatlı deyillər, daha yaşlı nəsil. Amma sevindirici hal odur ki, indi düşünürəm ki, 30'lu yaşlarda olan ki, bu gənc nəsil daha çox bunu dəyişməyə çalışır, daha çox maariflənir, öz duyğularını ifadə etməkdən çəkinmir. Elə kamera qarşısında belə duyğularını ifadə edən yetərincə gənclərimiz var ki, düşünürəm ki, bu da ən azından biraz da olsa psixologiyanı qəbul etməyə bir addım olaraq qiymətləndirə bilərik biz. Bir də zəiflik kimi görsənə bilər bəzən. Niyə zəif kimi görsənir depressiv olan insan? Əlbəttə ki, yenə də bu işin içində maariflənmə çox böyük rol oynayır. Təbii ki, biz bunu başa düşməliyik, qəbul etməliyik ki, bu bir xəstəlikdir, bu bir ruh düşkünlüyü deyil, sadəcə bir ruh düşkünlüyü deyil. Və çox vaxt ətrafdakı insanlar deyir ki, iradən olsun da, biraz güclü ol. Nə olub, zəif görsənirsən? Bu nədir? Biraz qalxa bilmirsən? Dost-tanışın gəzməyə çıx, çox daha rahat olacaqsan və s. kimi ifadələr səsləndirirlər. Amma unutmamalıdırlar ki, bu əksinə depressiyada olan insanı biraz daha dibə çəkmək deməkdir. Çünki insan biraz da özünü daha aşağı qiymətləndirməyə başlayır. Özgüvən orada sarsılır. Özünü qiymətləndirmə aşağı düşməyə başlayır. Yəni yaxşı eləyirmiş kimi görsənsələr belə, amma əksər dibə çəkirlər. Bu heç düzgün deyil. Depressiyadan tək başına çıxmaq olur, yoxsa psixoloq dəstəyi mütləq lazımdır? Mən deyərdim ki, psixoloji dəstək mütləq lazımdır. Sadəcə depressiyanın dərəcələri var. Yüngül, orta və ağır dərəcələri. Yüngül dərəcəsində depressiyanın tək bir psixoterapiya ilə də müalicə eləmək olar. Amma orta və ağır depressiyalarda biz artıq mütləq şəkildə psixiatrik müalicəyə də əl atırıq və antidepressant qəbulu da mütləqdir. Ona görə də bəli, mütləq psixoloq yanında olmalıdır pasiyent və orta və ağır bir dərəcədədirsə, həm də psixiatrik müalicə alınmalıdır. Antidepressantlardan danışdınız. Doğrudan müalicə edir, yoxsa sadəcə rahatlıq verir bir müddətlik? Biz rahatlıq verir bir müddətlik ancaq o zaman deyə bilərik ki, nə vaxt ki biz sadəcə, yəni bir insan sadəcə antidepressantlardan istifadə edib depressiyadan çıxmağa çalışır. Bu elə bir ağrı-kəsici effekti verir. Mən həmişə pasientlərə deyirəm, yəni əgər bir yerimiz ağrıyırsa, biz sadəcə onu müalicə etmək yerinə ağrı-kəsicilərdən istifadə edəcəksə, onun bir müddətdən sonra effekti gedəcək və biz artıq yenidən o orqan ağrımağa başlayacaq. Antidepressant da elədir. Terapevtsiz, yəni terapiyasız, psixoloqsuz, sadəcə antidepressant qəbul etmək bir müddətlik effekt verəcək, amma digər sosial problemlər yenə də olduğu kimi qalacaq. Ona görə də həmişə deyirik ki, paralel şəkildə həm terapevt, həm psixoterapiya, həm də psixiatrik müalicə çox daha yaxşı effekt verir paralel getdikdə və nə asılılıq yaratmır, sonradan da biz yavaş-yavaş da antidepressantları kəsə bilirik. Bəzən ətrafımızda yetişkin insanlar var, hansı ki, iş cəhətdən, təhsil cəhətdən, karyera, hər tərəfdən öz maliyyəsini də əlinə alır, işini də falan, amma bir müddətlik bir də görürsən ki, adam düşür depressiya. Elə bir şey olurmu, yəni həqiqətən fəsillərin insanların depressiyasına təsir edirmi və ya ikinci sualında bütün karyera və maddi cəhətdən öz gücünü əlinə toplamış bir insan depressiyaya niyə düşür axı? Elə ən böyük miflərdən biri də varlılar depressiya olmurlardı ki, varlı insanın nəyə ehtiyacı, hər şeyə ehtiyacı var, pulu var və s. niyə depressiyaya girsin ki? Və inanmırlar insanlara, yenə də səthi yanaşırlar. Bu da ən böyük yanılmadır. Niyə? Çünki baxın, burada artıq beynin kimyasalı pozulur. Yəni kimyası pozulur beynin. Orada dopamin və serotonin maddələri var ki, onlar aşağı düşməyə başlayır. Bu da xoşbəxtlik hormonu kimi qiymətləndiririk, biz buna deyirik. Və onlar aşağı düşdükdə artıq insan özünü xoşbəxt hiss etmir. Və serotoninlə dopaminin çox da insanın maddi durumundan xəbərdar deyil də, xəbəri olmur. Və ona görə də biz deyə bilmərik ki, varlı insanlar depressiyaya düşə bilməzlər və ya əgər işi, gücü, ailəsi, hər şey yerindədirsə insan depressiyaya düşə bilməz. Yüksək ehtimal ki, orada kimyəvi bir proseslərdə baş verir, yəni beyində baş verən kimyəvi dəyişikliklərdən qaynaqlana bilər və digər sosial faktorlarda biz mütləq şəkildə göz önündə saxlamalıyıq. Siz qeyd elədiniz, siz sual verdiniz ki, fəsil dəyişikliyi yarada bilərmi? Hə, yarada bilər. Amma bəzi hallarda yenə də bunu bayaq qeyd etdiyim kimi romantikləşdirə bilirlər. Payız depressiyasındayam, evdən çıxmıram və s. Amma bu daha çox belə bir neçə gün belə davam edən bir problemdir də. Yəni bu 2 həftə və daha uzun sürə davam elədiyini düşünmürəm.
əvvəldən sualın əvvəlində bu mif olduğunu dediniz. Ümumiyyətlə ən böyük mif nədir? Depressiya ilə bağlı. Mən deyərdim ki, hətta təzəlikcə bir pasiyentimdən bir misal gətirim sizə. Mən deyərdim ən böyük mif o gülən depressiya dediyimiz bir ifadə var. Yəni depressiyada olduğunu bilmirik və düşünürük ki, insanlar bilmirlər və fərqində deyillər və düşünürlər ki, insan əgər gülürsə, deməli depressiyada deyil. Bu ən böyük mifdir. Yəni və belə insanlara yardımcı olmaq da çox çətin olur. Çünki insan əgər özü fərqində deyilsə öz emosiyalarının və fərqində deyilsə və maariflənməyibsə, bilmirsə ki, o depressiyadadır və ətrafda təbii ki, onu deyib gülən, yeyib içən, rahat olduğunu gördükdə, heç kim də yönləndirməyəndə bu depressiyanın biraz daha ağırlaşmasına gətirib çıxarır. Bu da ən böyük təbii ki, problemdir və ən böyük miflərdən biridir. Sonda depressiv insana bir sual kimi nə məsləhət verərsiniz? Əsas fərqindəlikdir. Mən həmişə terapiyada da ilk öncə ondan başlayıram. Əsas duyğularımızın fərqində olmaq, onları anlamaq və bununla baş etməyə hazır olmaq düşünürəm ən başlıca bir işdir. Ondan sonrası zaten terapeutimiz həll edəcək. Əsas məsələ terapiyaya hazır olmaq, fərqində olub problemini terapeutə müraciət etməkdir və vaxtında edilən müdaxilə, vaxtında qəbul edilən dərmanlar düşünürəm ki, o necə deyirlər, həyat qurtarır. Çox sağ olun Təminə xanım. Sizin də əgər hansısa bir sualınız varsa, rəylərə bunu yaza bilərsiniz. Sağ olun.